Şeydən bilirsən Bozu. Yəni Buyurun müəllim. şagirdin diaqnostik qiymətləndirmə, şagirdin mövcud biliyini yoxlayan qiymətləndirmədir. Hansı Bəli, üsullarla bəli, aparırıq doğru. müəllimə? Diaqnostik qiymətləndirməni hansı Müəllimə üsullarla bax, aparırıq? belə deyək də müəllimə, çalışma formasında da ola bilər, açıq tipli sual da ola bilər, qapalı tipli də, sonra siyasət tipli də sual ola bilər. Ola bilər ki, misal üçün müəllimədir, texnika müəlliməsi, yaradıcılıq əl işlərinə bağlı aparıla bilər. Yəni hər fənnin özünə uyğun da apara bilər müəllimə. Çox doğru. Esse hətta Azərbaycan dili müəllimləri esse formasında da, qısa esse formasında da apara bilər. Şifahi üsullu ola bilər. O üsullar Yəni belə olaraq düşünürəm. biz demişdim sizə müəllimə, hansı üsul olaraq hansı üsuldan istifadə edirik təlim üsullarından? Mənim beyin əmləsi. Yox. Beyin əmləsi yox. Beyin əmləsi. Əli müəllim. Bibö müəllimə. Ay sağ ol. Bibio klaster. Aha, bibö klaster, hə, düzdür. Təşəkkürlər Fidan Biri müəllim. yadıma düşdü. Hə. Sağ olun Buyurun müəllimə. canım. Sevinç müəllimə siz O gəlin. birisi də deyə bilərəm müəllimə. Summativ də deyə bilərəm. Yox müəllimə, summativi də qoyun başqaları desin də müəllimə. Bunun hamısını siz deməlisiniz. Olsun canım. Olsun müəllim, olsun. Qoy summativi də başqası. Sizdə həssas echo verirdi Fidan müəllimə. Sevinç müəllimə, deyirəm ki... Mənə zəng gəlirdi ona görə. Hə, hiss elədim elə ki, səs echo verir. Sevinç müəllimə, bax ayrı-ayrı siniflər, ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliyini yoxlayan qiymətləndirmə hansıdır? Ayrı-ayrı siniflər Aha. diaqnostik olar. Siniflərdən sinifə keçdikcə yox. Bilən var bunu? Sual tam başa düşə bilmədim. Müəllimə, bax qiymətləndirmələrdən biridir. Ayrı-ayrı siniflər, ayrı-ayrı fənlər üzrə aparılan qiymətləndirmə milli qiymətləndirmədir. Unutmusunuz? Hə, milli. Milli qiymətləndirmədir. Ölkələr arası aparılan qiymətləndirmə Bir də ölkələr arası aparılan qiymətləndirmə. beynəlxalq, o beynəlxalq qiymətləndirmə olacaq. Ay sağ ol. Yaxşı, bax, deyirəm ki, müəllim dərsin sonunda şagirdlərin keçilən mövzunu nə dərəcədə öyrəndiklərini ölçmək üçün aşağıdakılardan hansı üsullardan istifadə edə bilər? Məsələn, beyin əmləsi, formal müşahidə, çıxış bileti, debat. Bunlardan hansından istifadə edə bilərsiniz müəllimə? Dərsin sonunda öyrəniləri bilmək üçün. Çıxış bileti olar. Bəli, çıxış bileti. Doğrudur. Hə. Çıxış bileti olar. Sonra Əfşan müəllimə siz gəlin. Əfşan müəllimə, Bəli, müəllim. təlim nəticəsi nədir əzizim? Yadımdan çıxdı. Sonda Unutdum müəllim. müəllimə, təlim nəticəsi sonda formalaşan bilik bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. Biz təlim nəticəsini nə zaman elan edirik şagirdlərə? Dərs ilinin əvvəlində elan olunur. Dərs ilinin yox, dərsin əvvəlində, müəllimə, bir akademik dərs saatının əvvəlində. Dərs ilinin yox. Yaxşı müəllimə, deyə bilərsinizmi ki, belə bir sual verib sizə, açıq sual nədir, qapalı sual nədir müəllimə? Açıq sual əsasən şagirdin fikrini tələb edən sualdır. Şagird orada fikrini izahlı halda yazmalıdır. Qapalı sual isə müəllimə variantlar şəklində olan suallardır. Başqa fikir bildirmək istəyən var bu suala? Demişəm sizə. İzah vermişəm. Əli müəllim. Yenə həmişəki kimi Əli müəllim. Hazır cavabımız. Buyurun müəllim. Açıq sualın cavabı çox olur. Qapalı sualın qısa konkret bilən fakt cavabı olur. Doğrudur. Yəni açıq sualın cavabı çox bilər, qapalı sualda bilən cavabı olur.
Açıq sual müxtəlif fikirlərə əsaslanır. Yəni mən bu dəqiqə sizə açıq sual versəm, hərəniz burada bir fikir söyləyəcəksiniz. Müxtəlif cavabları var. Burada cavaba nəzarət sual cavab verəndədir. Amma mən qapalı sual versəm sizə, desəm ki, məktəbdaxili qiymətləndirmənin neçə növü var? Burada nəzarət məndədir. Gözləyəcəm görüm kim deyir məktəbdaxili qiymətləndirmənin 3 növü var. Bunun 3-dən başqa cavabı yoxdur. O siz dediyiniz Əfşan müəllimə o testlər üzərindədir. Deyək ki, açıq sual, məsələn, sualı verir, ora cavabı siz yazmalısınız. Və yaxud da ki, sualı qoyur, 5 dənə variant qoyur, variantın birini dairələyirsiniz. O açıq qapalı, mən dediyim açıq qapalı deyil. Ona görə. Sonra Aytaç müəllimə siz gəlin. Aytaç müəllimə, refleksiya nədir? Ben refleksiya Hə. dersin hem sonunda aparıla bilər, hem ortasında aparıla bilər. Uşaqların dərsinə də öyrəndiyin əks əlaqə yolu ilə öyrənir. Refleksiyanın bir dənə qəşəng tərifini demişdim. Kim deyə bilər onu mənə? Refleksiya başa çatmış prosesin şuurda inikasıdır. Mənimsəmə qavrama prosesidir. Bax, bu müsahibədə də verilir müəllimlər. Mənimsəmə qavrama prosesidir. Bax, ən effektiv refleksiya üsulu hansıdır? Demişəm. Yəni effektiv refleksiya. Müəllimə 3-2-1. Doğrudur Fidan müəllimə. Doğrudur Fidan müəllimə. Fidan müəllimə, sizin səsiniz exo verir. Dərsdən çıxın, yenidən girin. Efa verir müəllimə. Hə, dərsdən çıxın, yenidən Yox, girin. zəng gəlmir müəllim. Bayaq gəlib bax ona görə. Səsinizi açan kimi exo verir. Yaxşı. Aytaç müəllimə, deyə bilərsiniz təlim nəticəsinin smartını. S nəyi bildirir? Artırılması spesifik deyən xüsusidir. Amma İngilizce adı var idi. O İngilizcesi adını İngilis dilində deməsən də olar mı? Measurable. Hə. Nədir o? Nəyi bildirir? Ölçülə bilən olmasını. ölçülə bilən. A. Yəni adındaydı ki, T vaxtı idi, time vaxtı idi. R nədir bəs? Bir dənə T yadınızda qalıb R. müəllimə. R real imkanlar, T time vaxt, A da achievable, nə çox asan, nə çox çətin olmayacaq, əldə oluna bilən olmalıdır. Onlar yəni vacib mövzudur. Onlar bizim elə bir işimizin bir hissəsidir. Əli müəllim, siz gəlin. Əli müəllim, əks əlaqə nədir? Əks əlaqə şagirdin nə dərəcədə verilən tapşırıqlara sahiblənməsidir. Nə qədər götürüb götürməyib. Refleksiya da belə deyil. Əks əlaqə rəy deməkdir müəllim. Hə. Refleksiya deyil. Əks əlaqə rəy deməkdir. Rəy neçə cür olur? Ən vacib mövzulardır bax bunlar. Rəy konstruktiv olur. Emosional rəy var. Ay sağ ol. Sonra Biz necə rəy veririk şagirdlərimizə Əli müəllim? konstruktiv gələcəyə yönəmli olmalıdır. Aferin. Bir dənə konstruktiv rəy deyə bilərsiniz Əli müəllim? Konstruktiv rəy misal üçün sən bugün tapşırığa orta cavab vermirsən, üzərində daha çox işləsən, nailiyyətlərin də yüksək olur. Olar. Daha çox əsasən biz deyəcəyik ki, konstruktiv rəydə şagirdin mənfisində deyəcəyik, müsbətində. Yəni səhvini də deyəcəksiniz, düzündə və səhvini düzə çevirmək üçün ona yol, istiqamət göstərəcəyik. Bu konstruktiv rəydir. Dekonstruktiv rəydə şagirdi keçmişə aparan rəydir. Yəni konstruktiv rəy gələcəyə yönəlik rəydir. Şagird nailiyyətinin ölçülməsi hansı qiymətləndirmədir?
Şagird yaxşı. Bir dəqiqə. Şagird nailiyyətinin izlənilməsi hansıdır? İzlənməsi formativdir, ölçülməsi summativ. Ay sağ ol. Səhvinizi düzəltdiniz. Ölçülmə summativdir. Summativ neçə cür olur? Əli müəllim. Summativ iki cür. Kiçik summativ, böyük summativ. Doğrudur. Qiymətləndirmənin hansı prinsiplərini bilirik? Prinsipləri. O dərəcədə yadımda qalmayıb. Ee, Prinsipçi versən bəlkə hə, qiymətləndirmədə iki prinsipimiz var idi. Etibarlılıq. bəli. Demək, etibarlılıq o idi ki, əgər bunun nailiyyətləri daimi olaraq hər dəfə 5 alıbsa, bu demək etibarlıdır. Yoxsa bir dəfə 3 alır, bir dəfə 5 alır, bu etibarsızdır. Aha. O birisi prinsip bəs? Uyğunluq prinsipi. Uyğunluq da odur ki, əgər biz 5 dənə mövzu keçmişiksə, 6-cı keçməmişiksə, 6-cı da ora mövzu olaraq əlavə edib sual-cavab PSG-yə sarılsa, bu uyğunsuzdur. Yəni, keçdiyimiz mövzular əsasında sual tərtib eləmişsə, bu uyğundur. Keçmədiyimiz sualsa, bu uyğunsuzdur. Ay sağ ol. Doğrudur. Doğrudur, tam doğrudur. Sonra gündəlik olaraq biz neçə təlim nəticəsi qoya bilərik? Gündəlik olaraq yəni, qoya bilərik. Prosta onu reallaşdırma məsələsi var. Ən yaxşısı bir dənə təlim nəticəsi qoyub, onun da üzərində daha yaxşı. Normalda 2 dənəsini qoya bilərik. Amma misal üçün biz hal-hazırda mövzunu da yazanda bir dənəsini yazırıq. Düz eləyirsiniz müəllim. Düz eləyirsiniz. 2 dənəsini yazmaq problemdir. Bəli. Sizdə də tarixdir burada. 45-ləri reallaşdırmaq çətin məsələdir. Ay sağ ol. Ona görə ən yaxşısı elə yəni bir maksimum 2 təlim nəticəsi yazılmalıdır. Onlar perspektiv planlaşdırmada misal üçün 4 dənə verib 4-ünü də döşüyür jurnala. Gəlib onu soruşanda ki, bunu 4-ünü reallaşdıra bilərsən, gözün döyəcək. Hə, xeyr, bəs necə o tamamilə yanlışdır. O qədər yəni olmaz heç, doğru deyil. Yəni o limit var orada. Yəni məhdudiyyət var. Məhdudiyyət var o təlim nəticələrində. Belə bir sual verim. Əsasən bölmənin sonunda keçirilir. Hansı qiymətləndirmədir? Bölmənin sonundadırsa bu summativdir. Mərkəzində əks əlaqə durur. Hansı qiymətləndirmədir? Formativ. Deməli, nailiyyətin yüksəldilməsinə xidmət edən qiymətləndirmə. Bu da formativ. Nailiyyətin ölçülməsinə xidmət edən qiymətləndirmə. O ölçülüksə summativ. Əla. Belə müəllimlər, hamı sual cavab elədim də. Əfşan müəllimə, sizə verdim. Bəli, mən vermişsiniz. Hə.